Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasında qətnamə qəbul edilib. Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və davamlı inkişaf məqsədlərinin təşviqi adlı qətnamə yetkinliklə təsdiqlənib. Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində prosesə Türkiyə, Gürcüstan, Avropa İttifaqına üzv olan digər dövlətlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatı dövlətləri qrup şəklində həm müəllif kimi qoşulub. Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına görə qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilən asan xidmətin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir. Qətnamədə rəqəmsal texnologiyaların, süni intellekt sistemlərinin korrupsiyanın qarşısının alınmasında və onunla mübarizədə oynadığı mühüm rola, hər kəsə dövlət xidmətinin bərabər çatdırılmasına, həmçinin təbii fəlakətlərə hazırlıq və dövlət xidmətlərinin əhəmiyyəti məsələlərinə diqqət ayrılır. Qətnamə 2015-ci ildə asan xidmətin tərtib edildiyi BMT-nin dövlət xidmətləri mükafatını təsbit edir. Bundan başqa İnsan Hüquqları Şurasının 65-ci sessiyasında fəlakətlərə hazırlıq, davamlı inkişaf məqsədlərinə nail olunması mövzusunda paralel müzakirələrin keçirilməsi nəzərə alınıb.